21-ci əsrdə süni intellekt dövründə deputat deyir ki, sevinin ki, çörək növbəsi yoxdur. Hörmətli deputat, siz hansı dövrdə qalmısınız? Bütün dünya texnologiyadan danışır, inkişafdan danışır. Siz isə hələ də çörəyi bizə nalet kimi göstərirsiniz. Yəqin çörəyi zibil qutulardan yığıb yeyən adamları görməmisiniz, ya da görmüsünüzsə də görməzdən gəlirsiniz. Adamın cibində pulu yoxdursa, çörəyi ala bilmirsə, deməli problem çörəkdə deyil, problem insanın qazancındadır, yaşayışındadır. Məncə siz bunları müzakirə etməlisiniz. Çörəyin olub olmaması yox. O çörəyin insanı necə ala bilməsini müzakirə etməlisiniz. Deputatın çıxışı da məhz bu mövzuda olmalıdır. Köhnə müqayisələrlə yox. Çörək növbəsi yoxdur, bəli, amma apteklərdə növbə var, bankomatların qabağında kredit növbələri var. İnsanlar süfrə planını qurmur, borc planını qurur. Evin içi dağılıb, siz qapının açarı ilə fəxr edirsiniz. Süni intellekt dövründə çörəyimiz var deyib övmək, xalqı ələ salmaqdır. Problem çörək növbəsində deyil, problem sizin bitmək bilməyən biganəlik növbəsindədir. Biz yorulduq sizin bu biabırçı çıxışlarınızdan və siz yorulmadınız. 21-ci əsrdə süni intellekt dövründə xalqı çörəklə təsəlli etmək çıxış yolu deyil. Xalq çörək yoxluğu ilə deyil, ümid yoxluğu ilə yaşayır.